1552-ci ildə birinci Tərk mühasiri əks hücuma keçir Osmanlıların üzərinə. Muşa qədər olan ərazilər tutulur, yandırılır ki, Osmanlılar burada möhkələnir, Azərbaycan ərazisində yürüş edilməsin, ərazisində yürüş edilməsin. Bir də onları sülhə məcbur etmək üçün bu yürüş edilmişdir. 1554-də artıq Süleymanın 4-cü yürüşüdür. Süleyman yürüş edir və burada Buğurt döyüşü başlayır hər iki dövlət arasında, Səfəvlərlə Osmanlılar arasında və Səfəvlər Buğurt döyüşündə Şamaxı yaxınlığında. Buğurt qalası 11-12-ci əsrlərə aid memarlıq abidəsi idi. Səfəvlər Osmanlıları məğlub edirlər, Süleyman yenə körpeşman geri qayıdır. Geri qayıdarkən də bütün hirsini tökür Naxçıvanın üzərinə. Naxçıvanı yandırır. Burada 3 dəfə Kərmasik yanılmışdır, orada bir dəfə də bu yanıldı, Naxçıvan olur. 1555-ci ildə Süleyman görür ki, artıq Azərbaycanı ələ keçirər bilmir, məcbur olur 1555-ci ildə sülh müqaviləsini imzalasın. Amasya sülhü imzalanır. Amasya sülhünün şərti nədir? Baxaq görək. Elə bilin ki, burada Gürcistan yazar. Gürcistan bölünür iki yerə. Gürcistanın qərbi Gürcistan Osmanlılara, şərqi isə Səfəvlərə qalır. Səfəvlərə verilir. Bu Amasyanın dövləsi. Gürcistanı iki yerə bölünür. Gözünün qarşısında bölünür və xətlə var. Yadınızda qalsın bu. Qərbi Osmanlılar, şərqi isə Səfəvlərə. Həmçinin Ərəb İraqı, Bağdad və Bağdad da Osmanlılara verilir. Və bununla da Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsi başa çatır, zəng kimi dərsimiz kimi.